Köhnə kişilərin çox ağır bir söyüşü vardı. Arvadı göyçək. Qadın qapanırdı. Qadını görmək başqa naməhrəm kişi onu görə bilməzdi. Əgər kiməsə deyirlərsə arvadı göyçək, deməli bu arvadı üzr istəyirəm başqa bir vəziyyətdə görüb. Bu çox ağır bir şeydir. Diqqət yetirin ha, bu bizim mentalitetimizin ən belə bəlkə onurğa sütunu olan bir şeydir. Bu toxunulmaz bir şeydir. Kişinin qadını toxunulmaz bir anlayışdır. Və ona bu həmin Qaçaq Nəbi bədii filmində bir epizod var. Baxın, onu Həsən Əbluc oynayır o mənfi rolu. Onun bığının bir hissəsini qırxırlar və o yalvarır ki, eləməm, mən onda yaşaya bilmərəm ondan sonra. Onu təhqir etmək üçün, həmin o kişini təhqir etmək üçün onun bığının bir hissəsini qırxırlar. Və o, düşmən olsa nə olur? Götürür, özünü öldürür. Çünki mən bundan sonra cəmaatın arasına çıxa bilmərəm. Bu qədər kişinin arasında mənim bığımı qırxdılar.